Biz çox da qınırıq, filan kəs niyə belə elədi, filan kəs niyə belə elədi. Ha, tutaq ki, eləmədi. Bax, müəllimlər məsələn üçün seçkini saxtalaşdırırlar, hamımız bilirik. Hamımız da bundan narazıyıq. Düzdürmü? O müəllim sabah durdu, etiraz elədi ki, mən eləmirəm. Dediyi gün ya şərri tutacaqlar, ya biabır eləyəcəklər, ya da işdən qovacaqlar. En yaxşı halda. Düzdür? Və artıq onun həyatı qapanacaq, ömrü, taleyi bitəcək adamın. Hə? Ya onu qoruyacaq bir güc, qüvvə yoxdur kənardakı. O hakimiyyətin, o istibdadın, o ihticanın əlindən bunu alsın, o ləyaqətlə, namusla davrandığına görə ona sahiblənib, onu işinə də bərpa eləsin, o məktəbin o direktoru və o təhsil sistemində oturumlar da bilsinlər ki, əgər bu müəllimə, bax, tutaq ki, sırf seçkidə saxtakarlığa qoşulmadığı üçün onu işdən kənarlaşdıra bilməzlər. Əksdə orada bir qüvvə var, güc var. O qüvvə, o güc yoxdursa, müəllimi niyə qınıyırsan? Müəllimin, bayaq dedim, müəllim qəhrəman deyil. Müəllim tutaq ki, general deyil. Müəllim ordu komutanı deyil. Müəllim də istəyir ki, oradan işləsin, aldığı maaşla da ailəsini dolandırsın filan. Mən məsələm üçün, mən bu müəllimlərə, bu həkimlərə və seçkidə saxtakarlıqlar, ümumiyyətcə Azərbaycanda naqis əməllə məşğul olanların hamısına, öyle böyle dövlət içində çalışanların, nazirlər də daxil. Mən bunların hamısına sistemin girovu kimi baxıram. Bunlar əslində Azərbaycanda hakim olan zehniyyətin girovlarıdır. Bu sistemin əsirliyindədir bunlar. Bir tikə çörəkdən boğazından asılmış adamlardılar bunlar. Mən hesab edirəm ki, əgər bu doğrudan da bizim o, belə deyək ki, gücümüz çatarsa, ağlımız, şuurumuz, dərrakəmiz yetərsə, yəni bir qabiliyyətimiz olarsa, biz siyasi, nə bilim, ictimai siyasi xadimlər falan bunların işi, bax o müəllimləri də, o həkimləri də, o nazirləri də, hətta o generalları belə bu əsirlikdən qurtarıb normal, ləyaqətli həyat yaşamağa bəzən də gərəkirsə məcbur eləməkdir.